Salam dəyərli yoldaşlar, mən bu gün sizə danışacağım ümumxalq səsverməsi və referendumla bağlı olan məsələlərlə bağlı. Qeyd edək ki, ümumxalq səsverməsi özü iki cür qruplaşdırılır. Belə ki, referendum və seçki. Bəzən elə düşünürük ki, referendum və ümumxalq səsverməsi bir digərindən fərqlənir. Xeyr. Əslində, referendum ümumxalq səsverməsinin tərkibindədir. Ümumxalq səsverməsi iki qrupa ayrılır, referendum və seçki. Referendum və seçki bir digərindən fərqlənir. Belə ki, referendum zamanı hər hansı bir məsələ həll edilir, lakin seçki zamanı kimsə vəzifəyə seçilir. Nümunələr deyək. Azərbaycan Respublikasının konstitusiyası mətnində biz dəyişik eləmək istəyirsə də referendum deyəcəyik. Ona seçki deyə bilmərik. Referendumda deyə bilərik, ümumxalq səsverməsi deyə bilərik. Hər hansı şəxsin seçilməsindən bağlı, məsəl üçün, Milli Məclis deputatı seçilir, seçki yolu ilə və ya ümumxalq səsverməsi ilə. Yeri gəlmişkən, referendumla bağlı məsələlərdən danışanda biz bunu üç yerə böləcəyik. Birincisi, referendumla çıxarıla bilən məsələlər, ikincisi yalnız referendumla həll olunan məsələlər və üçüncüsü referendumla çıxarıla bilməyən məsələlər. Hansı məsələlər referendumla çıxarıla bilər desək, Azərbaycan xalqının hüquq və mənafelərlə bağlı istənilən məsələlər referendumla çıxarıla bilər. Hansı məsələlər yalnız referendumla həll oluna bilər desək, dövlət sərhədlərimizin dəyişdirilməsi, konstitusiyamızın qəbulu və konstitusiyamızın mətninə dəyişikliklərin olunmasını. Əlavələr yox, konstitusiya mətninə dəyişikliklər olunması yalnız referendumla həll olunan məsələlərdir. Elə məsələlər var ki, biz onları referendumla çıxara bilmərik. Bura daxildir bir, dövlət büdcəsi və vergi. Yəni, dövlət büdcəsi və vergi kimi məsələləri referendumla çıxarmaq olmaz. Xalqın öhdəsindən çıxarmaq olmaz. Əgər belə bir məsələ xalqın öhdəliyinə çıxarılarsa da, o zaman büdcəmiz bomboş olardı. İkincisi, amnistiya və əfv etmə. Bu kimi məsələni də referendumla çıxarmaq olmaz. Əgər belə bir məsələ referendumla çıxarması olsaydı, bütün həbsxanalarımız bomboş olardı. Və üçüncüsü, seçilməsi, təyin edilməsi və təsdiq edilməsi icra və qanunverici hakimiyyət orqanları tərəfindən vəzifəyə təyin edilən şəxslər. Məsəl üçün, hər hansı bir vəzifəyə şəxsin vəzifəyə təyin edilməsi kimi məsələni referendumla çıxarmaq olmaz. Mən sizə danışdım ümumxalq səsverməsinin növləri ilə bağlı, yəni referendum və seçki yolu ilə həll olunan məsələlərlə bağlı, hansı məsələlər referendumla çıxarıla bilər, hansı məsələlər çıxarıla bilməz, hansılarsa yalnız referendumla həll oluna bilər. Diqqətinizə görə sağ olun.